Mən yollarda bir neçə saat olan adam kimi mən nə hiss eləmişəm. Mənim maşınımda hətta təcrübəsi sürücü yox, təlim maşını elə təcrübəsi sürücü deməkdir. O olanda maşında sıxmalar, elə bir ki, zəifi sıxmaq söhbəti var. Bax, siz deyirsiniz, nişan olmayanda da o dəqiqə hiss edirlər. Amma nişanı qoyanda öz boynuna alırsan ki, biz zəifi. İnanın ki, onu görən kimi, təlim sözünü görən kimi, sağ zolaqda 40-la, 50-la, 60-la gedirsən, siqnal, yandan keçmək, əl çıxardıb, yer tapmışsınız öyrənməyə. Bax, belə sözlər var. Eləcə də, elə ki, sən, o qadın ayaqqabısı işarəsi də var ki, yəni maşında uşaq var işarəsi. Və yaxud da ki, təcrübəsi. Onu qoyan kimi bəzi aqressiv sürücülər elə bir ki, fakt tapırlar ki, aha, qabağımda, bax, bu məsələ var. Nəyə görə deyirəm? Bunu havadan demirəm. Öz maşında. Mən hardan bilirəm ki, mənim tələbəm normal sürür, amma daldan siqnal verirlər. Təlim maşınında siqnal, əl çarpma. Sonra onun o qədər də ucuz olmayan maşından keçirik, onun sürücülük vəsiqəsi var. Nömrələri də maşallah yaxşı nömrələrdir. Bir dənə siqnal olmur da. Artıq siz o vətəndaşın maşınında. Həmin vətəndaşın həmin sürüşlə, həmin səliqəli sürüşlə, həmin qaydalarla sürüşlə, qaydaları pozmadan öz maşınında, amma maşın bahadır, maşın qaranəkdir, maşın zavod plonkalarıdır və nömrələri də həyat yoldaşı ondan qəşəng nömrələr hədiyyə edir. Bir dənə siqnal eşitmirsən. Deməli belə bir faktor var ki, zəifi sıxmaq söhbəti var. Yollarda bu var. Bax, buna görə mən sizlə razı deyiləm. Çünki gündə bunları görürəm. Amma hamı normal münasibət bəstəsi idi və qabağında zəifi görəndə zəifə şərait yaradıcısı idi. Bu belə olmazdı. İkincisi, bu təlim maşında biz heç kimdən güzəşt eləmirik. Bax, buradan dinləyicilərə müraciət edirəm. Onların içində yaxşı sürücülər də var, amma təlim maşınlarına, yeni sürənlərə o qədər yaxşı münasibət bəsləyəməyənlər də var. Bircə dənə sizdən xahişim var, əziz dinləyicilər. Təlim maşınlarına da heç bir güzəşt lazım deyil, amma onların qabağında oyun çıxartmayın. Onların qabağına girməyin, onları sıxmayın. Axı bu öyrənir. Bax, sualınızın cavabı budur. İstəyərdim, amma istəyə bilmirəm.